Kater çayın axını ilə 3 saatdə 52,5 km, axına qarşı 4 saatdə 50,8 km yol gedərsə suyun sürətini tapın. 52,5 kilometri 3 saata bölsək, axın ilə olan sürəti taparıq. Bu da bizə verəcək 1, 22-nin içərisində 7, 17, 17,5. Bu axın ilə olan sürətdir. Deməli, axına qarşı olan sürətə baxaq. 50,8 bölünsün 4. Deməli, bir dəfə, onun içərisində 2 dəfə, 28-in içində 7 dəfə, 12,7 axına qarşı. Çayın sürətini, katerin sürətini, daha doğrusu V kater, çayın sürətini V çayı olaraq götürsək, axın ilə sürət, katerin sürəti ilə çayın sürəti toplanır 17,5-dir. Və axına qarşı sürəti isə V kater çıxılsın V çayı da bərabərdir 12,7. Buradan bizə çayın sürəti lazımdır. Buradan çayın sürətini əvəz etsək və ya aşağıdan çayın sürətini əvəz edə bilərik. Daha doğrusu V çay bizə lazımdır. V kater əvəz edək. V kater bərabərdir 12,7 üstə gəlsin V çay. Və bu əvəz etməni, buradan yəni aldığımız əvəz etməni birinci tənliyimizdə yerinə yazaq. 12,7 üstə gəlsin V çay, üstə gəl bir dənə də V çay bərabərdir 17,5. Buradan 2 dənə V çay bərabərdir 17,5-dən 12,7-ni çıxaq. 2 dənə V çay bərabərdir. Çıxsaq 5-dən 7-ni 8, 6-dan da 2-ni 4, 4,8. V çay da bərabərdir. 4,8-i də 2-yə bölsək 2,4 alarıq. Yəni çayın sürəti olacaq 2,4. Və bir də qısa yolla axın ilə sürətlə axına qarşı sürəti toplayıb yarı bölsəniz katerin sürətini, çıxıb yarı bölsəniz isə çayın sürətini verir.